Xocalı faciəsinin 33-cü il dönümü ilə əlaqədar Meksika Deputatlar Palatası rəhbərliyinin dəstəyi, Azərbaycanın Meksikadakı səfirliyinin və Art Konsul Azərbaycan Qeyri-Hökumət Təşkilatının birgə təşkilatçılığı ilə mötəbər San Lazaro Qanunvericilik Sarayında Deputatlar Palatasında ölkəmizin görkəmli rəssamı Nazim Məmmədovun Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş Xocalı Fəryadı adlı sərgisi təşkil edildi. Sərgidə Meksika Konqresinin üzvləri, deputatlar Eden Garces Medina, Clara Cardenas Galvan, Ruben Ignacio Moreira və digər üzvlər, eləcə də bu ölkədə akreditə olunmuş diplomatik missiya rəhbərləri, yerli media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdi. Sərgidə açılış nitqi ilə çıxış edən Məmməd Talıbov Xocalı soyqırımının günahsız əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olduğunu bir daha diqqətə çatdırdı. Səfir Məmməd Talıbov həmçinin çıxışında bir sıra ölkənin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən və bu faciəyə ədalətli qiymət verən sənədlərin qəbul edildiyini xüsusi olaraq diqqətə çatdırdı. Sərgidə çıxış edən Meksika Konqresinin üzvü Eden Garces Medina öz növbəsində iştirakçılara mülki əhaliyə qarşı törədilmiş amansız faciə barədə danışaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinin sönmədiyini və bu ildə hər il olduğu kimi Azərbaycan xalqının ədalət tələb etmək üçün səsini ucaltdığını qeyd etdi. O vurğuladı ki, bu faciənin unudulması mümkün deyil və bütün dünya bu həqiqətləri bilməlidir. Tədbirdə həmçinin çıxış edən deputat Ruben Ignacio Moreira sərgidə iştiraka dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək insan hüquqlarına hörmətin əhəmiyyətindən, bu kimi faciələrin bir daha yaşanmamasının vacibliyindən söz açdı. Kamran Qasımov, Real TV, Kaliforniya.